Qaynana və qaynata ailə ilə yaşayırsa və eyni evdə yaşayırsa, avtomatik olaraq onlar müdaxilə edəcəklər. Münasibətə də müdaxilə edəcəklər. Seksə müdaxilə edə bilməsələr də, onların orada olması seksə müdaxilə olur artıq. Bəzən görürsən ki, evləndirməliyik yolumuzu, dəxlisi yoxdur, evləndirməliyik, uşağı ev toyunu görək. Şəraitin yox, heç nə yox. 2 otaqlı mənzildə yaşayırsan, bir otaqda da oğlu gətirib gəlsən, gəlinlə, yan bayan. Niyə evləndirmirsən da bunları? Tərbəni bilmirlər, o saat başları çıxırdı. Elə bil ki, özlərinin, məsələn, 40-50-60 yaşları var, elə bil ki, öz cavanlıqları olmayıb. Daim oyaqdılar, təbii ki, burada seks olmayacaq. Seks həyatı da bir ailədən azaldısa, yəni mən pasiyentlər arasında belə şey çox görmüşəm ki, 100% təsir edir. Bir var ki, həyət evidir, bağ evidir, ayrı-ayrı evləri var, bunlar rahatdırlar, o cəhətdən seks problem yaratmayacaq onlara. Onların yaxın olmaqlığı nəsə problem yarada bilər, başqa məişət problemləri. Amma bir evin içində qardaş da yaşayır, bacı da yaşayır, ata, ana və bu da evlidir və ya 2 oğlanı 3 otaqlı evdə və ya 4 otaqlı evdə fərqi yoxdur, bir evin içindədirlər. Bir evdə 2 gəlin var, bir bacı var və bunlar da indi nəsə eləmək istəyirlər, necə eləsinlər. Nə vaxtdır, vaxt tutuzdurmalıdırlar ki, evdə heç kim olmasın, ya heç kim bizi eşitməsin. Rahat olmur, yəni gizli, yavaş, heç kim eşidər, sesini çıxartma. Real şeylər də bunlardır, bunlardan niyə qorxuruq biz?